Sədr dönüb ətrafına nəzər saldı. Hamının gözü onda idi. Baxışların bəzilərində heyrət, bəzilərində qəzəb, bəzilərində rəğbət, bəzilərində laqeydlik vardı. Bəli, hamı dayanıb sədrin nə deyəcəyini, nə hərəkət edəcəyini gözləyirdi. Sədr bir də qəzetə baxdı. Sonra dönüb adamlara nəzər saldı. Onun baxışları Səfanın baxışları ilə qarşılaşdı. Səfa adi qaydada dayanmışdı. Sədr isə Səfanın duruşunda bir qeyri-adilik sezdi. Ona elə gəldi ki, Səfa öz qələbəsinə qürrələnir. Onun duruşu cəbhədən qalib çıxmış sərkərdəni xatırladır. Elə isə o sərkərdənin qürurunu qırmaq lazımdır. Özü də elə bax indicə, adamların gözü qarşısında. Bax belə. Sədr əlini atıb qəzeti cırdı. Bürməliyib sıxdı və Səfaya tərəf yeridi. Lap ağ eləmisən ha? Hər şey qurtardı. İndi də arvadlarımıza sataşırsan? Səfa qəzəbini güclə boğaraq sakitliklə dedi. Nahaq qəzeti cırırsınız, Sədr. Cıraram, lap o yana da keçərəm. İxtiyarınız yoxdur, Sədr. Necə? İxtiyarım yoxdur. Mənim ixtiyarım yoxdur ki, öz orqanıma rəhbərlik edeyim. Əvvəla divar qəzeti sizin orqanınız yox. Partiya təşkilatının və idarə heyətinin orqanıdır. İkincisi, bir qədər nəzakətli olsanız yaxşıdır. Məmməd dayını od götürdü. Qoduğun başından böyük qələt eləməyinə baxa, demagogun bir demagog. Mən demagog deyiləm, Sədr. Nə yazmışam, hamısı düzdür. Balam, nə vermirsən mənə ala bilmirsən? Niyə qatırsan bu cəmaatın başını? Niyə qoymursan cəmaat işləyə? Mən yazmışam və bundan sonra da yazacam. Yaz. Hara istəyirsən yaz. Mənə Məmməd dayı deyərlər. Səni kətdən qovmasam, adımı dəyişərəm. Tələsmə, Sədr. Hələ bilmək olmaz kim qovulacaq. Yaxşı, baxarıq. Nə deyirəm? Baxarıq. Sədr Pobedaya mindi. Maşın sürətlə uzaqlaşdı. Kolxozçular söhbət eləyə-eləyə işə getməyə başladılar. Həsən əmi qəlyanını sümürə-sümürə gedir, ürəyində Sədrin qarasına gileylənirdi. Qudurmuşluğa bax da, cəmaatın içində qəzeti cırmağa baxa. Səfa yaxşı iş görməyib, gərək kişiyə sataşmayaydı. Həsən əmi dönüb tərs-tərs cavan bir qədərə baxdı. Sataşmayaydı deyirsən? Bəli, gərək sataşmayaydı. Bu göz götürməzlikdir. Sədri hörmətdən salmaqdır. Özü də necə sədri, rayonda birinci. Başqa bir cavan irəli çıxdı. Sədrin nəyi birincidir, əyə? Elə hər şeyi. Planların dolmağa barədə rayonda ilk raport verən kim olur? Bizim sədr. İraykomun qabağındakı şərəf lövhəsinin lap başındakı şəkil kimindir? Bizim sədrin, Məmməd dayının. İclaslarda buyurla kim başa keçirilir? Məmməd dayı. Həsən əmi qəlyanını sümürə-sümürə. Bəri bax oğlum, dedi. Sən ki sədrə belə pulsuz vəkillik eləyirsən, sənə zaval yoxdur. Haqqın yolunu tapmısan. Oğlan pərt oldusa da təslim olmadı. Daha belə olmaz da, zarafat deyil. Kişi bu boyda kolxozun rəhbəridir. Kişinin İrayonca adı var. Həsən əmi sönmüş qəlyanını qurdalaya-qurdalaya cavan bir qədərə tərəf baxdı. Düz yazmayıb deyirsən? Düz yazmağına düz yazıb. Amma, nə amma? Amma gərək susaydı, hə? Görməmək üçün gözlərini yumaydı. Köram deyəydi, hə? Eşitməmək üçün qulaqlarına pambıq tıxıyaydı. Karam deyəydi, hə? Bir qədər yumşaldı. Söhbəti başqa səmtə yönəltdi. Həsən əmi, daha niyə acığın tutur? Özün ki Məmməd dayıya yaxşı bələdsən. Girəvə tapan kimi qədəni çalacaq. Çalacaq deyirsən? Bəs biz ölmüşük? Cavanlı qocalıb bütün kənd cəmaatı batıb qırılıb? Ay Həsən əmi, sən də elə söz danışırsan ki, güya cəmaatı saya hesabı alan var. Gərək cəmaat onu hesaba almayanların özünü hesabdan elə silsin ki, heç izi tozu da tapılmasın. Ay sildi ha. Həmzənin rayondan qayıtdığı 20 gün olmamışdı ki, redaktor belə bir telegram aldı. Sizin işçinizin rayona gəlib getməsi heç bir müsbət nəticə vermədi. Əksinə, güya namuslu adamları ləkələmək istədiyim üçün mənə partiya cəzası verdilər və başqa kəndə dəyişilməm haqqında qərar çıxartdılar. Mən böhtancı deyiləm, ancaq həqiqəti yazmışam. Telegramı Səfa müəllim vurmuşdu. Redaktor dərin fikrə getdi. Bir papros yandırıb çəkdi. Otaqda o baş bu başa gəzinməyə başladı. Bu necə ola bilər? Düşündü.
Həmzənin dediyi hara, bu telegram hara? Nəysə burada bir dolaşıqlıq var. Ya Səfa doğrudan da demagogdur, özü də lap ustasından. Ya da redaktor pəncərənin qabağına gəldi. Xəzər yenə coşmuşdu. Uzaqdan ağ qanadlı dalğalar görünürdü. Ya da Həmzə düzgün demiş. Hər iki halda məsələni belə qoymaq olmaz. Yoxlatmaq gərəkdi. Redaktorun Həmzəyə inanmamağa haqqı yox idi. Onu etibarlı bir işçi kimi tanıyırdı. Buna görə də Həmzəni yanına çağırtdırdı. Telegramı ona uzatdı. Al oxu. Qaş qayırdığımız yerdə vurub gözünü çıxartdıq. Təəccübdən Həmzənin gözləri böyüdü. Rəngi saraldı. Canına üşütmə düşdü. Pahat ondan. Bu qədər də həyasızlıq olar. Redaktor düz Həmzənin gözlərinin içinə baxdı. Sən onun həyasızlığına qəti əminsənmi? Həmzə qətiyyətlə dedi. Əlbəttə əminəm. Görmürsünüz? Yox, mən heç bir şey görmürəm. Yoldaş redaktor, burada mənim günahım nədir axı? Mən nə edə bilərdim? Sən çox şey edə bilərdin, Həmzə. İnsan taleyinə belə etinasız münasibət bəsləmək Sovet jurnalistinə yaraşmaz. Həmin günün axşamı redaksiyanın ədəbi işçisi Elsevər Səfa müəllimin ərizəsini yenidən yoxlamaq üçün rayona göndərildi. Elsevər həmin rayona getməyə etiraz elədisə də, müxtəlif bəhanələrlə bu işdən yaxasını kənara çəkmək istədisə də, mümkün olmadı. Redaktorun fikri qəti idi. Elsevər rayon mərkəzinə gəlib Qızılbulaq kəndinə gedən yolu soruşdu. Ona yolu nişan verib dedilər ki, qoz ağacının kölgəsində dayanıb gözləyin. Tez-tez kolxoz maşınları olur. Elsevər xeyli gözləməli oldu. O ürəyində öz işini planlaşdırır, haradan başlayıb, harada qurtarmaq haqqında fikirləşirdi. Doğrudan çətin məsələdir. Həmzənin dediyinə görə bütün cəmaatda, əldə olunan sənədlər də Səfa müəllimin demagog, böhtançı olduğunu sübut edir. Əgər belədirsə, o nə üçün telegram vurub ikinci dəfə yoxlama tələb eləyir? Nə olsun? Məyər belələri azdırmı? Öz qara simasını gizlətmək üçün hayküy salarlar. Həqiqəti boğurlar deyə bir ağacda oturub 1001-ni silkələyənlər yoxdurmu? Doğrudan da çətindir. Gərək o qədər usta olasan ki, ağı qaradan, yalanı doğrudan seçməyi bacarasan. Bir də mən bu məsələyə nahaq yerə girişdim. Gərək qəti etiraz eləyəydim. Getmirəm vəssalam. Qalmışam odla su arasında. Həmzənin yoxlamasının əksinə getsəm, hayküy salıb deyəcək ki, bunun mənimlə çoxdan ədavəti var. Yox, gərək bu barədə redaktorla açıq danışaydım. Gürültü ilə dayanan üstü açıq maşının səsi onu düşüncələrdən ayırdı. Maşın Qızılbulağa gedirdi. Elsevər 3 nəfərlə bərabər maşına çıxdı. Oturmağa yer olmadığından ayaq üstə dayanıb kubinkadan yapışdı. Elsevər maşındakılara diqqətlə süzdü. Biri yaşlı kişi idi. Xurcununu altına qoyub oturmuşdu. Qarağat çubuğundan olan uzun qəlyanını sümürürdü. Biri qadın idi. 25-26 yaşı ancaq olardı. Biri də cavan oğlan idi. Qoltuğunda bir neçə kitab vardı. Maşın Çalaçuxur kənd yolu ilə getdikcə üstdəkilər atılıb düşür, amma heç kəs dinib danışmırdı. Sükutu qoca kişi pozdu. O çubuğunu sümürüb dedi. Oğlum, görürəm bizim tərəfin adamlarına oxşamırsan. De görüm kimlərdənsə, hardan gəlib hara gedirsən? Əmican, sizin kəndə qonaq gedirəm, deyə Elsevər eynəyini çıxartdı. Yoxsa Səfa müəllimin yerinə sizi göndəriblər, deyə cavan oğlan sözə qarışdı. Elsevər gözlənilmədən söhbətin Səfanın üstünə gəlib çıxmağına qəlbən sevindi. Elə o da bayaqdan ya Səfa Quliyev, ya da kolxoz sədri haqqında söhbət salıb, maşındakilərin fikrini bilmək istəyirdi. Səfa müəllimə nə olub ki? Deyə Elsevər qoltuğu kitablı gəncin sualına sualla cavab verdi. Belə deyirlər ki, onu bizim məktəbdən dəyişirlər. Nə üçün? Məmməd dayıya sataşıb, ona görə. Elsevər qəsdən söhbəti qızışdırmaq məqsədi ilə dedi. Görünür kişiyə böhtan atıb, demagogluq eləyib. Yad adamın köntöy-köntöy danışması oğlana bərk yer elədi. O incimiş halda. Yoldaş, dedi, tanımadığınız adam haqqında ağzınıza gələni danışmayın. Səfa müəllim bizim ən yaxşı müəllimimizdir. Özü də savadlı, mehriban. Uşaqlar onun dəyişiləcəyi xəbərini eşidib dərsdən soyublar. Bilirsiniz, Səfa müəllim necə yaxşı adamdır. Uşaqlara traktor sürmək də öyrədir. Oğlum, deyə qoca kişi əlavə etdi. Mən adam sərrafıyam. Namərdi yerişindən tanıyıram. Doğrusu kişinin oğlunun müəllimliyinə də, traktorçılığına da söz ola bilməz.
Demək ki, qocadır. Danışığını bilmir. Mən bu Səfanın atasını da tanıyırdım. Rəhmətliyin dilini kəssəydin, haqqı nahaqqa verməzdi. Bir dəfə eşitmədim ki, dilinə yalan gəlsin. Səfa da rəhmətliyə çəkib, torpağı sanı yaşasın. Yaman qaynayıb qarışıb cəmaata. Gah görürsən qəzet çıxardır, gah görürsən məktəblilərlə kolxoza köməyə gəlir. Gah da dünyanın keçmişindən, gələcəyindən dadlı söhbətlər eləyir. Elsevər qadının da fikrini bilmək istədi. Bacı, siz bu barədə nə deyirsiniz? Nə deyim, ay qardaş? Mən ki ondan bir pislik görməmişəm. Elsevərin iynəsi tikiş tutdu. Sizin hamınızın dediyindən belə çıxır ki, Səfa müəllim yaxşı adamdır. Bəs belə isə ona niyə partiya cəzası veriblər? Onu nə üçün sizin kətdən dəyişirlər? Elsevərin sualı cavabsız qaldı. Ancaq məsələni belə qoymaq olmazdı. Söhbəti davam etdirmək lazım idi. Adın nədir, ay əmi? Deyə o qoca kişiyə müraciət etdi. Həsən də ağrın alım. Həsən əmi, görürəm dünya görmüş kişisən. Özün də indicə dedin ki, adam sərrafısan. Bəs necə olur ki, Səfa müəllimin sizin kətdən dəyişilməsinin səbəbini bilmirsən? Bilmirəm deyirsən? Ay, hay, o əlini yellədi. Niyə bilmirəm, ayaq ol. Bilirəm, amma demək istəmirəm. Elsevər onu qəsdən sancdı. Nə üçün Həsən əmi? Kimdən qorxursan? Bu söz Həsən əmini bərk tutdu. Elsevərin gözünün içinə şax baxdı. Qorxuram deyirsən? Mən qorxaq deyiləm, oğlum. Düzü budur ki, bizim sədrimiz çor ilandır. Kim onun quyruğunu bastısa, xeyir görməz. Demirəm pis sədirdir. Yox, ayağı kəndə düşüb, maşallah. Gəlirimiz yaxşıdır. Ancaq nə olsun ki? Kişinin dili zəhərdir, zəhər. Nə arvad qanar, nə kişi. Ağzına nə gəldi? Çərəm-pərən atar ortalığa. Vay o gündən ki, biraz da o söz. Həsən əmi hülqumuna bir çıtma vurdu. Elsevər bu təsadüfi görüşdən razı qalmışdı. Kələfin ucunu tapmışdı. Maşın kəndə yaxınlaşanda Elsevər xahiş etdi ki, məktəbə çatanda ona xəbər versinlər. Məktəb adını eşidən kimi həmin gənc yenə maraqlandı. Doğrudan siz müəllimsiniz? Xeyr, müəllim deyiləm. Qəzet işçisiyəm, deyə Elsevər özünü nişan verdi. Bu söz deyəsən Həsən əmini açmadı. O üz gözünü turşudaraq çubuğunu kuzanın taxtasına döyə-döyə dedi. Oğlum, demə ki qoca kişidir. Sözünü bilmir. Mən qanan budur ki, qəzetxanada işləyən adam gərək quzey qarı kimi təmiz olsun, polad kimi möhkəm. Haqqı nahaqqa verməsin. Rəhmətlik Sabir demiş. Ağa ağ desin, qaraya qara. Nə olub Həsən əmi? Qəzet işçilərindən belə gileylənirsən? Gileylənirəm deyirsən? Bəli, gileylənirəm. Əlbət bir səbəb var ki, gileylənirəm. Özüm görməmişəm. Amma kətdə danışırlar ki, 10-15 gün bundan qabaq Səfa müəllimin materialını yoxlamağa Bakıdan müxbir gəlibmiş. Gözünə döndüyüm içkidə bizim sədrin tayı imiş. Kəndə dəm gəlib, dəm də gedib. Qocanın bu sözləri Elsevərə bərk toxundu. Bilmədi ona nə cavab versin. Necə olsa, Həmzə onun qələm yoldaşı idi. Bir yerdə oxumuşdular. Bir yerdə çörək kəsmişdilər. Ancaq necə deyərlər? El ağzı, çuval ağzı. Nə demək olardı? Danışanın ağzını bağlamaq mümkün değildi. Elsevər maşındakilərlə görüşüb məktəbin yanında düşdü. Uca boylu, qaraqaş, qaragöz bir oğlan bir dəstə uşaqla məktəbin tədris təcrübə sahəsinə hasar çəkməklə məşğuldu. Ustanın qara saçları üzünə dağılmışdı. Zol-zol köynəyinin qolu çirməli idi. Qara tük basmış biləyində saat qayışının izi qalmışdı. Elsevərin usta zənn etdiyi bu adam önlük bağlamışdı. Əlindəki malı ilə uşaqların üst-üstə qoyduğu daşların arasını suvuyur, boş yerləri xırda daşlarla bərkidirdi. Hərdən onun kəsik-kəsik tapşırıqları eşidilirdi. Əmir, o daşı düz qoymadın. Sona, suvağa bir vedrədə su qat. Həmid, bu daşı çox səliqəsiz yonmusan ha. Elsevər işləyənlərə yaxınlaşıb salam verdi. İşiniz irəli, qolunuz ağrımasın, dedi. Buyurun, kimi istəyirsiniz? Deyə qarayanız gənc soruşdu. Elsevər yalnız indi gördü ki, qartal dimdiyi kimi aşağı əyilmiş, iri burnu bu yaraşıqlı oğlanın görkəmini yamanca pozur. Məktəbə gedəcəm. Görəsən müəllimlər hamısı buradadırmı? Bəli, hamısı olmasa da çoxu buradadır. Səfa müəllim necə? Qarayanız cavan gülümsədi. Qoşa qızıl dişi göründü. Səfa mənəm, dedi.
Elsəvər də gülümsəyib ona əl verdi. Səfa iri, qabarlı əli ilə onun nazik barmaqlarını sıxdı. Elsəvər məktəbə girdi. Müəllimlərin hamısı ilə, məktəb xidmətçiləri ilə əl verib görüşdü, hal-əhval tutdu. Məktəbin kollektivi ilə ümumi tanışlıqdan sonra Pedaqoji Şuranın protokollarını bir-bir nəzərdən keçirərək Səfa müəllimlə əlaqədar olan məsələləri oxudu. O fikirləşirdi ki, əgər Səfa müəllim doğrudan da boşboğazdırsa, bu Pedaqoji Şuranın yığıncaqlarında da özünü biruzə verməlidir. Lakin belə olmadı. Əksinə, protokollardan aydın oldu ki, Səfa müəllimin çıxışları həmişə ağıllı olmuş, müəllimlər tərəfindən müdafiə edilmişdi. Elsəvər planına görə ilk partiya təşkilatının ümumi yığıncaq protokolları ilə də tanış olmalı idi. Məktəbin kommunistləri ilə kolxozun kommunistləri bir partiya təşkilatında birləşdiklərindən Elsəvər məhəlli partiya təşkilatı katibinin yanına getmək üçün ayağa qalxdı. Direktor hörmət məqsədi ilə dayanın, dedi. Bu saat uşaq göndərim, maşın gətirsinlər. Piyada əziyyət çəkərsiz. Neçə kilometr gedəcəm ki? Kolxoz idarəsi kəndin başındadır. Azı 2 kilometr. Elsəvər gülümsəyərək. Şəhərdən gəlməyimə baxmayın. Əsl kəndli balasıyam. 2 kilometr nədir ki? Maşına da binək, dedi. Direktor Elsəvərlə bərabər kəndarası torpaq yolla kolxoz idarəsinə tərəf getdi. Elsəvər direktorun Səfa müəllim haqqında fikrini bilmək istədi. Yoldaş Bəşirov, Səfanın məsələsinə siz necə baxırsınız? Deyə soruşdu. Necə baxacağıq? Biz müəllimlər adından həm rayon Maarif şöbəsinə, həm də Maarif Nazirliyinə məktub göndərmişik. Yazmışıq ki, Səfa müəllim haqqında deyilənlər hamısı böhtandır. Kişi həqiqət tərəfdarıdır. Nöqsanı adamın gözünün içinə deyəndir. Buna görə də kolxoz sədri onu bir böhtançı kimi kənddən uzaqlaşdırmaq istəyir. Bəs məhəlli partiya təşkilatı katibi bu məsələyə necə baxır? Bilirsinizmi? Deyə direktor addımlarını bir qədər yavaşıtdı. Partkomumuz çox nəcib adamdır. Onun ürəyindən çox şeylər keçir. Mənimlə bu barədə bir neçə dəfə söhbət də edib. O üzü qəlbən Səfanın tərəfindədir. Amma bir qədər zəifdir, cəsarətsizdir. Açığı budur ki, Məmməd dayı ilə üz-göz olmaq istəmir. Onlar kolxoz idarəsinə çatdılar. Məhəlli partiya təşkilatının katibi Vahid kolxozun şərəf lövhəsinin tərtibi ilə məşğul idi. Elsəvər gözücü baxıb gördü ki, Səfanın şəklini lövhədən çıxarıb qoyublar kənara. Elsəvər Vahidi sınayıcı nəzərlərlə başdan ayağa süzdü. Onun 40 yaşı ancaq olardı. Amma saçı ağappaq idi. Kiçik qonur gözləri səmimiyyətlə parlayırdı. Hərəkətsiz dayanmış sağ əlində qara meşin əlcək vardı. Direktor Elsəvəri yavaşcadan pıçıldadı ki, müharibədə olub, sağ qolu yoxdur. Elsəvər tanışlıq verəndən sonra Səfanın işi müzakirə edilən partiya yığıncağının protokolunu istədi. Vahid protokol qovluğunu Elsəvərə verdi. Üzr istəyirəm, bir dəqiqə bağışlayın, deyib həyətə çıxdı. Əyə, Murtuz, küçədən keçən cavan ayaq saxladı. Bala, bir təcili atıl Qəmər Madyanın belinə, sədri evindən çağır gəlsin. Deyinən Bakıdan müxbir gəlib, Səfanın məsələsindən ötürü. Cavan oğlan baş üstə, bu saat deyib, kolxoz idarəsinin həyətindəki alçı ağacına bağlanmış Qəmər Madyanın üstünə sıçradı. Elsəvər protokolları vərəqləyir, dəftərçəsinə qeydlər eləyir. Hərdən də Vahidə suallar verirdi. Birdən bayırda səs-küy qopdu. Məmməd dayı gəlir, kolxoz sədri gəlir. Sədrin şəxsi pobedası uzun bir siqnal verib dayandı. Sədr maşından düşüb, birbaş öz kabinetinə girdi. Çünki o, adi bir müxbirin ayağına getməyi şəstinə sığışdırmazdı. Elsəvərə xəbər verdilər ki, kolxoz sədri gəlib, kabinetində onu gözləyir. Sədri mən çağırtdırmamışam. Hələlik o mənə lazım da deyil. Əgər ona mən lazımamsa, zəhmət çəkib buyura bilər. Elsəvərin bu sözləri hamıdan çox partkoma toxundu. Partkom bir yerdə dayana bilmir. Narahatlıqla gah çölə çıxıb içəri girir, gah papiros çəkir, gah da bayaqdan bəri 3-4 dəfə baxdığı qəzetə bir də nəzər salırdı. Onu fikir götürmüşdü. Nahaq yerə Məmməd dayının küyünə getdim. Görək axırı necə olacaq? O dayana bilməyib, özünü sədrin yanına saldı. Əşşi, bu zalım balası yaman başlayıb axı. Sizə dedim ki, Məmməd dayı onun sözünü ağzında qoydu. Nə sarını udumsan, hə? Qələt eləyir müxbir də, o biri də. Adam öldürmüşük, yol kəsmişik. Vahid ürəkləndisə də, tərəddüddən yaxa qurtara bilmədi. Yox,
Gərək heç əvvəldən məsələni şişirdib bu mərtəbəyə mindirməyəydik. Neynəmişiyə? Deyə Məmməd dayı qabardı. Cəmaatın əlini zorla tutub qaldırmışıq. İclas qərar verəndən sonra biz neyniyə bilərdik? Vahid bir söz deməyib otaqdan çıxdı. Məmməd dayı nəsə fikirləşib ayağa qalxdı. Elsəbərin yanına keçdi. Əl verib hal-əhval tutdu. Qardaş oğlu, sən bizim bu qızıl bulağa xoş gəlib səfa gətirmisən. Kəndiniz gözəl kətdir, səfalı yerdədir. Şimalında sıra dağlar, cənubunda göz işlədikcə uzanan düzlər, tarlalar. Məmməd dayı Elsəbərin sözünü daha da qüvvətləndirdi. Qızıl bulaq dediyin nədir? Gözəl olmadı nədir? Bu yerin torpağı da qızıldı, adamları da. Kimsə kənardan söz atdı. Sədri də. Məmməd dayı söz atana tərəf məmnun bir nəzər saldı. Bu baxışın mənası aydın idi. Afərin, lap yerində dedin. Məqamında deyilən söz hədəfə sərras dəyən güllə kimi bir şeydi. Elsəvər partkoma üzünü tutaraq soruşdu. Partiya yığıncağı barədə neçə gün qabaq elan vermişdiniz? Məmməd dayı pərt oldu. Yaxşı qardaş oğlu, görürəm məşğulsunuz, mən mane olmayım, deyib çıxdı. Partkom Elsəvərin sualı nə üçün verdiyinin fərqinə varmadan dedi. Elan verməmişdik. Məmməd dayı ilə məsləhətləşdik, adam göndərib kommunistləri çağırtdırdıq. Aydındır. Həyəcanlı dəqiqələr bir-birini əvəz edir. Divardakı kəfkirli saatın səsindən, hərdən bir çevrilən vərəqlərin xışıltısından başqa heç bir səs eşidilmirdi. Xeyli sonra Məmməd dayı bir də partkomun otağına girdi. Bu dəfə o ürəyindəkini dedi. Qardaş oğlu, görürəm başın işə yaman qarışıb. Deyəsən bugün bizi ac qoymaq fikrindəsən. Elsəvər təəccüblə sədrə baxdı. Qardaş oğlu, bir də görüm ağzına bir şey atmısan ya yox. Elsəvər mülayimliklə. Çox sağ olun, çox razıyam, dedi. Boy, elə də şey olar. Quru-quru razılıqla toqqanın altı bərkiməz qardaş oğlu. Xörək hazırlatmışam, evə gedəcəyik. Elsəvər əvvəlki sözlərini bir də təkrarladı. Çox sağ olun, çox razıyam. Yemişkən varam. Bu nə sözdür qardaş oğlu? Canım üçün evə getməsən inciyərəm. Sağ olmağına sağıq da. Qızılbulağa gələsən, Məmməd dayıya qonaq olmayasan, bu heç mümkün olan iş deyil. Yığışdır kağız çuğuzunu, sonra dalısını gəlib baxarsan. Elsəvər hiss etdi ki, kolxoz sədri əl çəkməyəcək. Odur ki, portfelini açıb bir bağlama çıxartdı. Dedim kənd yeridir, yeməkxana olmaz, ac qalaram. Yeməyimi özümlə götürmüşəm, meyli olan buyursun. Sədr bundan sonra təkid etmədi, pörtdü. Qardaş oğlu, bu heç yaxşı olmadı, deyə incimiş halda mızıldandı. Sən bu hərəkətinlə bizi təhqir edirsən, ayıb deyil. Elsəvər dinmədi. O iştahla pendir çörək yeyir, baxanları həvəsə gətirirdi. Sədr stolunu bir qədər də Elsəvərə tərəf çəkib bir papiros yandırdı. Sonra Kazbek qutusunu qaytarıb cibinə qoymadı. Stolun üstünə atdı. Bu deməkdir ki, kim istəsə götürüb çəkə bilər. O fikirli-fikirli papirosuna bir neçə qullab vurandan sonra bilirsən, qardaş oğlu, deyə aramla söhbətə başladı. Çörək də yeyirsən, nuşu canın olsun. Deyir söz ki gəldi, gərək deyəsən. Baş ağrısı olsa da sənə bir əhvalat danışacağım. Belə deyirlər ki, bir toyuğu gətirib atırlar taxıl anbarına. O bir-ikidən götürüb başlayır eşələnməyə. Soruşurlar ki, nə üçün eşələnirsən? Yan yörən hamısı taxıldı ki. Toyuq deyir, neyliyim? Ayaqlarım öyrənib. Eşələnməsəm dayana bilmərəm. Qardaş oğlu, bizim kolxozda da belələri var. Material yazmağa, iclasda durub onu bunu sancmağa yamanca adət ediblər. Siz yaxşı bilərsiniz. Farsların gözəl bir məsəli var. Deyirlər ki, tərki adət, həmif cibi məzərəst. Yəni, adət elədiyin bir şeyi tərk etsən, xəstələnərsən. Elsəvər də gülümsədi. Deyəsən, kimnəsə yanıqlısınız. Məmməd dayı onun gülüşündəki mənanı başa düşmədi. Yanıqlı olmayım, neyniyim? Allah belə demagogu heç düşmənimə də ürcah eləməsin. Bir sabunlu kəndir olub keçib boğazımıza. Heç kəsi bəyənmir. Hərədə bir eyib tapır. Xahiş edirəm. Siz də kömək eləyin. Yaxamızı bu demagogun əlindən qurtaraq. Onsuz da başqa kəndə dəyişilməsi haqda qərar çıxartmışıq. Nazirliyin əmrini gözləyirik. Yaxşı olardı ki, rayondan tamam çıxaraydılar. Qulağımız dinc olaydı. O bir qədər susub, yana-yana əlavə etdi. Əşki, gör o gün neyniyib? Götürüb mənim muavinimin karikaturasını vurub,
Divar qəzetinə. Güya kolxozçular işləyir, sədr mavini də müçətkənli çarpayda xumarlanır. Sizcə düz yazıb, ya yox? Məmməd dayı bir qədər tərəddüddən sonra dedi. Məsələ düzlüyündə, əyriliyində deyil, qardaş oğlu. Lap elə tutaq ki, düzdür. Məsəl var. Deyərlər, gəmidə oturub, gəmçi ilə savaşmazlar axı. Elsəvər başını qaldırıb sədrə baxdı. Bəlkə gəmiçi kursu itirib onda necə? Məmməd dayı cavabdan qaçdı. Etikanı da gözləmək lazımdır axı. Canım, müəllim nədir? Kolxoz sədri ilə, muavini ilə çomaq-çomağa qoydu nədir? Traktorçu nədir? Hər şeyə qarışdı nədir? Elsəvər bağlamasını büküb portfelinə qoya-qoya. Siz səhv edirsiniz, yoldaş sədr, dedi. Müəllim yalnız dərs deməklə, şagirdlərə elm öyrətməklə öz vəzifəsini bitmiş hesab etməməlidir. O kəndin, kolxozun işinə qaynayıb qarışmalı. Kolxoz kəndinin tərəqqisi uğrunda, kolxozçuların daha varlı, daha mədəni həyat sürməsi uğrunda mübarizə aparmalıdır. Gərək ki, Səfa müəllim təşviqatçıdır. Kolxozun məhsul uğrunda Divar qəzetinin redaktorudur. Elədirmi? Sədr təsdiq etdi. Bəli, elədir. Əgər elədirsə, burada təəccüb ediləsi heç bir şey yoxdur. Mən Səfa müəllimin nədən yazdığını, necə yazdığını, yazdıqlarının düzmü, əyrimi olduğunu deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, əgər o kolxozun işini geri çəkənlərə qarşı, tənbəllərə, bürokratlara qarşı mübarizə aparırsa, çox düzgün hərəkət edir. Əsl Sovet müəllimi kimi hərəkət edir. Deyəsən, bu xına o xınadan deyil. Zalım oğlu yaman yerdən başlayıb. Deyə sədr ürəyində dolandırdı. Elsəvər qarşısındakı protokolları yenə gözdən keçirməyə başladı. Məmməd dayıya elə gəldi ki, müxbir bununla xahiş edirəm, mənə mane olmayasız demək istəyir. Odur ki, ayağa qalxdı. Qardaş oğlu, hələ ki buradasınız, yəqin görüşəcəyik, deyib otaqdan çıxdı. Tələsik kabinetinə girib qapını bağladı. Telefonun dəstəyini götürüb, barmağı ilə bir neçə dəfə zəngvuranı döyəclədi. Ay qız, Dusya, ölmüsən nədir, dillənsənə. Yoldaş Poladovun kabinetini ver. Orada evinə zəng elə. Sizsiniz yoldaş Poladov. Salamın əleyküm. Əşşi, bu müxbir yaman başlayıb axı. Xəbəriniz yoxdur. Əşşi, o demagogun məsələsidir də, Səfanın. Nə? Adını? Yox, bilmirəm. Arığın biridir. Elə bil yazdığa çörəyi cirə ilə verirlər. Yaxşı, tapşırıram deyərlər. Mən desəm yaxşı düşməz. Hə, lap siz tapşıran kimi. Yoldaş Poladov zəng çalmışdı ki, qaydanda bir məni görsün. Arxayın olun. Çox sağ olun, çox sağ olun. Bax, belə dosta varam. Sədr telefonun dəstəyini aparatın üstünə qoyub, özündən razı halda gülümsədi. Öskürdü. Durub otaqda o baş bu başa gəzindi. Pəncərənin yanında, kürsünün üstünə qoyulmuş Leningrad markalı radio qəbul edicini açdı. Otağa ruh oxşayıcı bir musiqi doldu. Elsəvər ümumi yığıncağın protokolu ilə tanış olandan sonra yığıncağın qərarını dəftərinə yazdı. Qərarda deyilirdi ki, kənd arasında dedikodu yaydığı, namuslu adamlara böhtan atdığı üçün müəllim traktorçu Səfa Quliyevə töhmət elan edilsin. Onun başqa kəndə dəyişilməsi rayon xalq maarif şöbəsindən xahiş olunsun. Qərar əksəriyyət tərəfindən qəbul olunmuşdu. Partiya üzvlərindən 5 nəfəri səsvermədə bitərəf qalmış. 8 nəfəri qərarın əleyhinə səs vermiş. 11 nəfəri isə Səfa müəllimə cəza verilməsinə əl qaldırmışdı. Səsvermədə bitərəf qalanlar və Səfa müəllimi müdafiə edənlər kimlər idi? Elsəvər bunları aydınlaşdırıb qruplaşdırdı. Sonra səsvermədə iştirak edən bütün kommunistlərlə ayrı-ayrılıqda görüşüb söhbət etdi. Kəndin fəallarının da fikrini bildi. Məsələ haqqında müəyyən təsəvvürə gələndən sonra partiya təşkilatı katibi ilə bir də görüşdü. Yoldaş Vahid, yığıncaqda çox zəiflik göstərmişsiniz. Kommunistlərin Səfa müəllimin xeyrinə dedikləri sözlər lazımı qədər nəzərə alınmamışdı. Partkom katibi Elsəvərin danışdığı tərzdə ona cavab qaytardı. Siz zəiflik deyəndə bilmirəm nəyi nəzərdə tutursunuz. Elsəvər eynəyini çıxarıb silə-silə gülümsündü. Zəiflik deyəndə elə mən zəifliyi nəzərdə tuturam. Siz şəxsən özünüz Səfanın verdiyi materiallardakı faktları yoxlamısınızmı? Xeyr, yoxlamamışam. Nə üçün? Ona görə ki, faktlar göz qabağındadır. Kəndin fəalları da Səfanı müdafiə eləmirlər. Deyirlər ki, demagogun biridir. Məsələni belə qoymaq olmaz, yoldaş katib. Bir adamın yazdığını yoxlamadan ona damğa vurmaqda yanıla bilərsiniz.
Axı siz bir kommunist kimi gərək Səfanı yaxşı tanıyasınız. Niyə tanımıram? Çox yaxşı tanıyıram. Demagogun, materialbazın biridir. Qoymur işləyək. Canımızı boğazımıza yığıb. Axı cəmaat onun haqqında başqa fikirdədir. Sıravi kolxozçular, müəllimlər, şagirdlər siz dediklərinizin əksini deyirlər. Doğrudanmı? Deyə partkom katibi tərəddüdlü baxışlarını Elsevərə zillədi. Elsevər də onun gözlərinin içinə baxdı. Vahid onun baxışlarının qabağından qaçdı. Axı siz cəbhədə olmuşsunuz. Bərkdən boşdan çıxmısınız. Gərək günahsız bir adamın cəzalanmasına razı olmayaydınız. Mən nə edə bilərdim ki? Çox şey, deyə Elsevər qəti şəkildə cavab verdi. Vahid daha bir söz deməyib, ürəyində özünü danlamağa başladı. Məmməd dayıya neçə dəfə dedim ki, əşşi, ölkə dərəbəylik deyil, belə olmaz axı, gəlib yoxlayarlar, biyabır olarıq. Hər dəfə məni qorxaqlıqda təqsirləndirdi. Nə ürək göbəyini yemsənə? Cəmaatın qolunu zorla tutub qaldırmamışıq ki. Gərək əvvəldən açıq danışıydım. Deyəydim ki, Məmməd dayı, incimə. Mən bu quruxuya qol qoymuram. Təmiz bir adamın ləkələnməsinə yol verməyəcəm. Bəs nə üçün demədim? Ağzıma su alıb durdum. Gözümün qabağında haqsızlıq elədilər. Dillənmədim. Elsevər Vahidin təxminən nə barədə düşündüyünü hiss etdiyi üçün düz hədəfə vurdu. Mən sizi başa düşürəm, yoldaş Vahid. Yuxarı. Bığdır. Aşağı. Saqqal. Yox, yoldaş müxbir. Gərək biz bu məsələni heç iclasa qoymayaydıq. Şirdib bu mərtəbəyə qaldırmayaydıq. Görünür, sizi buna məcbur ediblər. Yox, məcbur deyəndə kim məcbur edəcəkdi ki? Elsevər yenə gülümsədi. Vahidə elə gəldi ki, Elsevər onun düşdüyü vəziyyətə gülür. Buna görə bərk tutuldu. Çırtma vursaydın, qanı damardı. Elsevər tələsmədi. 3 gün Qızılbulaq qalxozunda qaldı. Çay çörəyini də ancaq Həsən əmigildə yeyibişdi. Yoxlama göstərdi ki, Səfanın yazdıqlarının hamısı doğrudur. Qalxozda əmək intizamı zəifdir. Sədr günlərini kefdə keçirir. Kənddə mədəniyyət işləri bərbad haldadır. Qalxozda öz fəaliyyət dərnəyi yaradılmamışdı. Bunun səbəbini soruşanda qalxoz sədri Elsevərə belə cavab vermişdi. Yoldaş müxbir, deyəsən kənd həyatına yaxşı bələd deyilsiniz. Məndən plan tələb edirlər. Zurnabalaman dərnəyi yox. Bölünməz fondda qalxozun 2 milyon manat pulu olmasına baxmayaraq, kənddə hamam, çayxana tikilməmişdi. Tarla düşərgələrində qalxozçuların mədəni istirahəti üçün münasib şərait yaradılmamışdı. Materialdakı dəlilləri ətraflı yoxlayıb safçürük etməkdə kəndin namuslu fəallarının, xüsusilə qalxozun aqronomu Çiçəyin və bir də Həsən kişinin Elsevərə çox köməkdə idi. Hələ ilk tanışlıqdan Çiçək Elsevərdə çox müsbət bir təəssürat oyatmışdı. Sadə geyimli, ayağı uzunboğaz çəkməli bu kənd qızı özünün işgüzarlığı ilə, dilli dilavərliyi ilə Elsevərin rəğbətini qazanmışdı. Elsevər Səfanın işlədiyi traktor briqadasının fəaliyyəti ilə tanış olmaq üçün sahəyə çıxmışdı. Sahədəki traktorlardan biri xarab olub dayanmışdı. Maşının sürücüsü olan oğlan bərk məşğul idi. Elsevər yaxınlaşıb ona salam verdi. Oğlan qonağın salamını aldı. Bu saat qurtarıram, deyib yenə qurdalanmağa başladı. Elsevər kənarda dayanıb onun hərəkətlərinə baxırdı. Oğlan biraz sonra motoru işə saldı. Özündən razı halda gülümsəyərək, hə gözünə dönüm, qara nər, deyib yerə sıçradı. Elsevər irəli yeriyib əlini ona uzatdı. Gəl indi yaxşı-yaxşı tanış olaq. Oğlan yağlı əllərini ləkə-ləkə olmuş kombinizonuna silib gülümsədi və Elsevərin əlini sıxdı. Onun tərli üzündəki maşın yağı işım-işım işıldayırdı. Adın nədir? Elsevər soruşdu. Bəbir, neçə ildir traktorçusan? Bu ildən işləyirəm. Yəqin mexanizasiya texnikumunu bitirmişsən. Xeyr, öz məktəbimizdə öyrənmişəm. Səfa müəllim öyrədib. Bu il 10-cunu qurtaranlardan 8 nəfərinə traktorçuluq vəsiqəsi verdilər. Özü də elə-belə yox, əməlli başlı imtahanla. Elsevər qəsdən Bəbirdən soruşdu. Bəs deyirlər Səfa müəllim heç bir şey bilmir. Gününü ondan bundan material yazmaqla keçirir. Bəbir pərt oldu. Tanımadığı adama bozardı. Bağışlayın, onu sizdən başqa kim deyirsə, çox qələt eləyir. Səfa həm yaxşı müəllimdir, həm də gözəl ustadır. Elsevər oğlanın pərt olduğunu görüb onun könlünü aldı. Zarafat eləyirəm, dedi. Danış görək işlərin necə gedir? Oğlanın göy gözləri səmimiyyətlə parıldadı. O əlini traktorun motoru üstünə qoydu. Nə qədər ki nərildiyib yerin bağrını sökür, adama ləzzət verir, ələlxüsus gecələr işləyəndə. Adamın gözünə yuxu getmiş. Elə bilirsən, hamı səni görür.
açdığın şırımlara baxır. Hamı qara nərin səsini eşidir. Elə bil ulduzlar sənə göz vurur. Ay da uzaqlardan baxıb gülümsəyir. Digər ki, xarab olanda, asqırıb öskürüb dayananda, gen dünya adamın başına dar olur. Bu zaman uzaqdan toz qalxdı. Elsevər də, Bəbir də toz qalxan səmtə baxdılar. Bir atlı çapa-çapa gəlirdi. Aqronomumuzdur, deyə oğlan fərəhlə atlı gələn tərəfə baxdı. Allahın bəlasıdır. Məmməd dayı nə qədər dedi, yeni olmadı. Öz sözünü yeritdi. Nə olub ki? Əşi, nə olacaq? Görmürsən bu sahəni? 10 hektardır. Təzədən şumlayırıq. Bura 3-cü manqanın sahəsidir. Elə pambıq təzəcə düzəlmişdi ki, dolu vurub cəmaatın əməyini zay elədi. Manqa üzvləri az qaldılar ağlasınlar. Çiçək ortaya çıxıb dedi ki, biz buranı təzədən şumlayıb əkəcəyik. Məmməd dayı etiraz elədi. Aqronom nağıl danışır, dedi. Çiçək isə bütün məsuliyyəti öz üzərinə götürüb, buranı təzədən şumlatdı. Özü də gündə sahəyə 3 dəfə baş çəkməsə rahat olmur. Bu gün qurtarırıq, sabah səpin başlayacaq. Necə bilirsiniz, bir şey çıxacaqmı? Elsevərin bu sualına oğlan qətiyyətlə cavab verdi. Çıxacaq, mütləq çıxacaq. Çiçək heç vaxt hava yerə danışmaz. Bəbir əlini yaxında görünən dağa tərəf uzadaraq, bax, dedi. O dağın döşündə 10 hektar sahədə qarğıdalı əkmişik. Onun da təklifini çiçək verib. Ora daşlı, kəsəkli, kol-koslu bir yer idi. Heç kəs gözləmirdi ki, oradan belə sahə çıxa. Çoxları buna etiraz eləmişdi. Havayı əziyyətdir demişdi. Amma çiçək sözünün üstündə durdu. İndi sahəyə baxanda adamın ürəyi açılır. Elə bu zaman çiçək gəlib çıxdı. Kəhər at fınxırıb dayandı. Döşü, paçasının arası tərdən ağappaq olmuşdu. Çiçək sıçrayıb atdan düşdü. Onun yanaqları dağ laləsi də qıpqırmızı idi. Yaxınlaşıb salam verdi. Çəkməsinin boğazından şallağı çıxarıb, sapı ilə şumun dərinliyini yoxladı. Bəbir, biraz da dərin götür, dedi. Qara nər bir balaca nasazlamışdı. Yoxsa özün bəbri tanıyırsan. Bir fikir ver. Gör indi yerin bağrını necə sökürəm. Bəbir maşına sıçradı. Traktor nərildiyib dərin şırımlar açdı. Çiçək baxışları ilə ona öz razılığını bildirdi. Bax, belə ha, gözünə dönüm. Sonra o Elsevərə müraciətlə. Sizin işiniz necə gedir, yoldaş müxbir? Dedi. Niyə? Sağlığınıza pis getmir. Gəlmişəm Səfa ilə görüşüm. Görüm keyfi necədir? Çiçək əli ilə uzaqda işləyən traktoru göstərərək. Deyəsən yaxşıdır, dedi. Nəriltisi uzaqdan işdirir. İstəyirsiniz yanına gedək. Pis olmaz, deyə Elsevər razılığını bildirdi. Qız kəhərin yüyənindən yapışdı. Onlar sahənin kənarı ilə dolanıb getdilər. Ağ qırağında əkilmiş söyüdlər onların üstünə kölgə salır. Ara sıra əsən külək ətrafa xoş sərinlik yayırdı. Onlar sükut içərisində irəliləyirdilər. Ara bir atın fınxırtısı sükutu pozurdu. Kəhər fınxırdıqca qorxmuş torağaylar, sərçələr kolların arasından pırıltı ilə qalxaraq onların başı üstə dövrə vururdu. Kəndimiz xoşunuza gəlirmi? Deyə çiçək sükutu pozdu. Niyə gəlmir? Çox işgüzar, bacarıqlı cəmaatınız var. Bəs Səfa necə? Elsevər fikrini açıq demək istəmədi. Nə üçün Səfadan başladınız? Çünki Səfanın işi ilə mən də çox maraqlanıram. Mən onun xətrini qardaşım qədər istəyirəm. Biz qonşuyuq, uşaqlıqdan bir yerdə böyümüşük. Çoxları bizi doğma bacı-qardaş hesab edir. Əlbəttə, mən Səfanın işgüzarlığına, cəsarətinə görə sevirəm. Adam ki, birinin nöqsanını düz gözünün içinə demədi. Üzdə gülüb arxada badalaq gəldi, ondan zəhləm gedər. Nə edəsən, aramızda hələ elələri var ki, nöqsanı gözləri ilə görə-görə susurlar, dinmirlər, dözürlər, çiyinlərini atıb yanından keçirlər. Mənə nə var, qoy olsun deyirlər. Bilmirəm, onların sinəsindəki ürəkdir ya daş parçası. Elsevər diqqətlə çiçəyə qulaq asır, ürəyində ona haqq qazandırırdı. Bəlkə bu qız haqqında bir oçaq yazım, deyə onu daha yaxından öyrənməyə çalışırdı. Çiçək sustu. Niyə sustunuz çiçək? Danışın. İndi də növbə sizindir. Yoxsa gedib Bakıda deyərsiniz ki, Qızılbulaqda bir aqronom qıza rast gəldim. Elə bir dilotu yemişdi. Uçana qaçana macal vermirdi. Elə bir uçdan üyüdüb tökürdü. Elsevər etiraz etdi. Nə üçün elə düşünürsünüz çiçək? Onların baxışları qarşılaşdı. Mən düzünü deyirəm. İstəyirəm ki, danışasınız. İstəyirəm ki, Elsevər sözünü tamamlamadı. Yenə araya sükut çöktü. Daha onlar heç nə danışmadılar.
İri qovaq ağacının yanında çiçək atını qolbənd edib buraxdı. Səfa dövrə vurub geri qayıtdı. Qovağın tuşunda traktorun motorunu söndürdü. Cəld hərəkətlə sıçrayıb düşdü. Yağlı əlini dəsmalını silə-silə onlara tərəf irəlilədi. İşiniz irəli, yoldaş traktorçu, deyə Elsəvər Səfaya əl uzatdı. Səfa isə, bağışlayın, əlim yağlıdır, deyib biləyini irəli verdi. Elsəvər ağ əlləri ilə Səfanın biləyini bərk-bərk sıxdı. Onlar bir-birinə baxıb mehriban dostlar kimi gülümsədilər. İşləriniz necə gedir? Deyə Elsəvər soruşdu. Səfanın əvəzinə çiçək cavab verdi. Necə gedəcək? Lap yaxşı. Planı gündə 140-150% yerinə yetirir. 7 illiyi 5 ildə başa vurmağa söz verib. Səfa təvazökarlıqla, planı doldurmağa doldururuq, dedi. Amma düzü, traktor briqadamızın işi hələ ki ürəyimcə deyil. Nə olub Səfa? Yenə nədən narazısan? Ay çiçək, 2-3 dəfə idarədə demişəm. Elə birində də sən özün oradaydın. Təmir məsələsini bir dəfəlik qaydaya salmaq lazımdır. Bilmirəm, bu barədə niyə fikirləşmirsiniz? Rayon təmir traktor stansiyasına ümidimizi bağlaya bilmərik axı. Sən de, bağlaya bilərik. Kiçik bir hissəsinin xarab olması işimizi 2-3 gün geri salır. Bəs siz nə təklif edirsiniz? Deyə Elsəvər maraqla soruşdu. Mənim təklifim budur ki, kolxozumuzun özündə təmir qrupu yaradaq. Lazım gəlsə, rayondan bir usta da çağıraq. Qoy 10-cunu qurtaran cavanlardan bir neçəsi bu sahədə ixtisaslaşsın. İş bərkə düşsə, rayon usta verməsə, cavanlarla mən özüm məşğul olaram. Çox yaxşı olar, çox gözəl olar. Bəs buna kim mane olur? Heç kim. Nə mane olan var, nə kömək eləyən. Hər dəfə bu barədə söhbət düşəndə deyirlər ki, yaxşı fikirdir, gözəl təklifdir. Nə olsun? Halva deməklə ağız şirin olmaz axı. Bunun unu, yağı, şəkəri gərək olsun. Elsəvər dəftərçəsinə nəsə qeyd etdi. Mən bu barədə həm kolxoz sədri ilə, həm də rayon rəhbərləri ilə danışaram. Elə bilirəm, nəticəsi yaxşı olar. Onlar qovağın kölgəsində oturub xeyli söhbət etdilər. Axırda Elsəvər Səfadan ayrılarkən dedi. Mən sizdən çox razıyam. Yazdıqlarınızın hamısı düzgündür. Sizin kimi obyektiv, göz açıq kənd müxbirlərinə redaksiyamızın böyük ehtiyacı vardı. Redaksiya bir binadırsa, onun bünövrə daşı sizsiniz, müxbirlərdir. O ki qaldı kənddən dəyişilmək məsələsi. Bu barədə tamam arxain ol. Qaydanda katiblə də görüşəcəm. Elsəvər əvvəlcə gəlmək istəmədiyi bu ezamiyyətdən çox məmnun halda qaydırdı. Səfa, Çiçək, Həsən əmi, Bəbir, məktəb direktoru Bəşirov. Bunlar necə gözəl insanlardır. Bunlarla oturub durmaq, söhbət eləmək, kənarda dayanıb işlərinə diqqət yetirmək adama ləzzət verir. Necə təmiz ürəkləri var, necə böyük ideallarla yaşayırlar. Məmməd dayının bədbəxtliyi budur ki, o kənddəki belə adamlara arxalanmır. Onlarla əl-ələ vermir. Bilmir ki, onlara arxalansa, dağı da yerindən oynada bilər. Çiçək. Doğrudan da çiçək. Əsl dağ çiçəyi. Təzə, təravətli, təbii, qəribə qızdır. Öz doğma kəndinin yüksəlişi uğrunda necə ürəklə, necə fədakarlıqla çalışır. Hələ kənd cəmaatı ona nə qədər ehtiram bəsləyir. Kəndin bu başından o başına gedincə, neçəsi onu dayandırıb dərdini dedi. Məsləhət, kömək istədi. O neçəsinin keyfini soruşdu. Kənddə hamını, uşaqdan böyüyə hamını tanıyır. Səriyə bacı, Arif xəstə idi, indi necədir, məktəbə gedirmi? Əli dayı, demə yadımdan çıxıb. Başım yaman qarışıqdır. Calaqlarına gəlib baxacam, mütləq baxacam. Qulu, sən bu ildə həyətini boş qoymaq fikrindəsən? Yaman tənbəsin ha. Ay qardaş, sən bir tərpən, kömək bizdən. Toxum istəyirsən, toxum. Şitil istəyirsən, şitil. Qəribə qızdır, çox qəribə. Hərəkətləri təbii, danışığı sadə, sözləri ürəyi yatan. Elsəvər hələ avtobusdəykən çiçək haqqında yazacağı o çirkin əvvəlini öz-özünə pıçıldayırdı. Mən sizə çiçək haqqında danışacağım. Onun adı Çiçəkdir. Çox qəribə olsa da, əsl çiçəklə mənim qəhrəmanım çiçək arasında mənalı bir bənzəyiş vardı. O qaymaq çiçəyi kimi incədir, yanaqları dağ laləsini xatırladır. Gözləri nərgizgülünü yada salır. Uzunboğaz çəkməsinə qədər uzanan xurmayı saçı sarı çiçəyin tellərinə bənzəyir. Bəli, onun adı Çiçəkdir. Mən sizə çiçək haqqında danışacağım. Elsəvər bir papiros yandırıb sümürdü. Çiçək hələ də onun gözləri önündən çəkilməmişdi. O yenə də mehriban-mehriban baxıb gülümsəyir,
Yoldaş müxbir kənddə darıxmır ki, deyə ona söz atırdı. Dolan bulud boş olacaq. Əziz oğlum, gözümün ağı qarası Həmzə. Əvvəla sənə və gəlinimə salam dua. İkinci səndən çox incimişəm. Lap çox. Yerdən göyə qədər. Adam da 2 ildən çox görmədiyi anasının yanına o günə düşüb gələrdi. Məni el içində, qonum qonşu yanında biyabır elədin. Siz gedən günün səhəri çox gözlədim. Axı sən demişdin gələcəm. Maşın səsi eşidən kimi küçəyə boylanırdım. Yəqin gələn Həmzədir deyirdim. Bəs niyə gəlmədin bala? Heç fikirləşmədin ki, anamın gözü yoldadır. Özündür. Belə də oğulluq olar. Oğlum, bununla sənə 3-cü məktub da göndərirəm. Ancaq səndən heç bir cavab almamışam. Çox nigaranam. Dilim ağzım qurusun. Deyirəm bəlkə başında bir iş var. Bəlkə qolluğunda zadında bir dolaşıqlıq olub. Həmzə, pul göndərə bilmədin. Bəs bir barmaq kağıza sözün nədir? Oğlum, bəlkə sənə pul yazdığıma görə məndən incimisən? Məni qınama bala. Nailac qalmışam. Özün bilirsən ki, səndən başqa bir kəsim yoxdur. Atanın ölümündən sonra əlimizdə, ovucumuzda nə vardı? Hamısını dəyər dəyməzinə satıb sənə göndərdim. Özüm də bir tər dolandım. Dedim qoy oxuyub bir tərəfə çıxsın. İndi bilmirəm neyniyim. Yüngül bir iş olsa girmək fikrindəyəm. İstədim kolxozda işləyim. Sədr razı olmadı. Dedi qoca arvadsan. Məktəbdə sənə bir iş düzəldərik. Görürəm ki, bu da düzələn oxşamış. Dünən şəhərdən komxoz gəlmişdi. Deyir evdə olmursunuzsa verək başqasına. Komxozu da qınamalı deyil. Evin boş qalmağı mənim də ürəyimə tikan kimi batır. Fikirləşdim, dedim ki, qoy oğlumla məsləhətləşim. Deyirəm heç olmasa otağın birini əldə saxlayaq. Oğlum, bu məktubumu dönə-dönə oxu. Papağını qoy qabağına, fikirləş. Düşün daşın. Nə tədbirin var yaz. Mən də öz işimi bilim. Öpürəm səni və gəlinimi. Bala, bu tərəflərə bir də yolun düşsə, gəlinimi də gətir, görüm. Qurban olum Həmzə, məndən incimə. Dediklərim ürəyinə toxunmasın. Mən ölümmə razıyam, amma sənin alnının arasından turşalmasına yox. Adilə məktubu bir də oxudu. Yəqin Həmzə anasına dəyməyə gedəndə kefliymiş, düşündü. Bundakı ürəyə bir bax. Yazıq arvadın bundan ötürüb burnunun ucu göynəyir. Bu da onun yanına içib gedir. İndi görəsən nə pəs daha çıxarıb. Ah, yazıq ana. Oğlunu görmək arzusundaydın. Bu da oğlun. Gəldi, dərdinin üstə dərd qoyub getdi. Adilə kağız qələm götürüb anaya bir məktub yazdı. Həmzədən incimə, başı çox qarışıqdır. Gecə gündüz işləyir. Özü də rayonda səninlə elə vəziyyətdə görüşdüyünə görə bərk dilxor olmuşdu. Kəş rayona getməyəydim deyib təəssüflənir. Adilə məktubu zərfə qoydu. Həmzənin ona ev xərcliyi üçün verdiyi puldan 200 manat ayırdı ki, elə günü bugün aparıb anaya göndərsin. Yazıq ana, deyə Adilə bir də inlədi. Mən səni başa düşürəm. Axı, nə eləyim? Yəqin Həmzə bu məktubunu da oxuyub əvvəlkilər kimi bir tərəfə tullayacaq. Bu arvad da lap ağ eləyib deyəcək. Sən nə biləsən ki, oğlunun başı keyfə o qədər qarışıb, öz doğma anasını, öz ailəsini unudub. Buna görə sənə 2 ayda pul göndərə bilməmişəm. Sən gəlininlə görüşmək arzusundasan. Nə bilim, görək nə olacaq. Mən də səni görmək istəyirəm. Öz dərdimi səninlə bölüşmək, sənə yaxşı bir gəlin olmaq arzusundayam. Həmzə ki belə başlayıb, deyəsən arzum ürəyimdə qalacaq. Adilə bu fikirlər içərisində poçta getdi. Məktubu da, pulu da Göylər rayonunun Həsənli kəndinə, Bənövşə xalaya göndərdi. Evə qaydanda küçədə rəfiqəsi şöfə ilə rastlaşdı. Onlar mehribanlıqla qucaqlaşdılar. Elə bil Adilənin üstünə gün doğdu. O hər dəfə şöfəni görəndə sevinir, qanadlanırdı. Bəzən onlar saatlarla oturub dərdləşir. Keçən günləri, tələbəlik həyatının şirin xatirələrini vərəqləyirdilər. Həyatda bəlkə yeganə adam idi ki, Adilə öz sevincini, kədərini onunla bölüşür. Ürəyindən keçənlərin hamısını açıb danışırdı. Düzdür, əvvəllər şüköfə ondan incimişdi. Hətta bir müddət onlar küsülü qalmışdılar. Adilənin bütün səylərinə, ciddi cəhdinə baxmayaraq şüköfə ona üst tutmamış, toylarına belə gəlməmişdi. Bir neçə gün sonra Adilə özünü saxlaya bilməmişdi. Şüköfənin aspirant olduğu kafedranın telefonunu tapıb ona zəng çalmışdı. Yalvar yaxar eləmişdi. Təkəm, darıxıram demişdi.
Şükufə bir-iki dəfə Adilənin zənglərinə soyuq cavab vermiş, sonralar sərtliyi, soyuqluğu üçün özünü danlayıb yumşalmışdı. Beləliklə onlar yenidən dostlaşmışdılar. Həmzə qəlbən Şükufə ilə barışmasa da, onun evə gəlib getməsinə, Adilə ilə münasibətinə etiraz etməyi lazım bilməmişdi. O həmişə Şükufəni nəzakətlə qarşılamış, zahirən özünü elə göstərmişdi ki, güya Şükufənin Adiləyə münasibətindən məmnundu. Əslində isə belə deyildi. Həmzə ovucunun içi kimi bilirdi ki, Şükufənin onlara gəlib getməsi Adilənin işləməyə olan həvəsini alovlandıra bilər. Amma heç bir çıxış yolu yox idi. Həmzə istəsə də, istəməsə də onlar tez-tez görüşür, saatlarla dərdləşirdilər. Həmzə isə içərdən qovrulub yanır, tüstüsünü güclə gizlədir, daxili qəzəbini zahiri nəzakətlə pərdələyirdi. Rəfiqələrin gündən-günə artan mehribanlığı Həmzəyə bir dərd olmuşdu. Adilə bunu hiss etmirdi. Daha doğrusu bu hissi yaxına buraxmaq istəmirdi. Şükufə isə bunların hamısını başa düşürdü. Həmzənin baxışlarındakı süni ifadə, təbəssümündəki saxtalıq Şükufənin gözündən yayınmırdı. Bəlkə də elə buna görə vaxt tapan kimi Adilə ilə gedir. Necə deyərlər, Həmzədən köhnələrin heyfini çıxırdı. Həmişə olduğu kimi bu dəfə də Şükufənin ilk sualı belə oldu. Hələ bekarsan? Adilənin dərdi açıldı. Bekarçılığı demə bacı, az qalır ürəyin partlasın. Həmzə sağ olmuş da günü günə satır. Bugün sabaha salıb, gah deyir münasib iş tapmıram, gah deyir bir 5-10 gündə gözlə, görək nə olur. Şükufə zarafata geçdi. Gözlə deyir, gözlə. Qadının nə ixtiyarı var ki, ərinin sözündən çıxa? Göydə Allah, yerdə ər. Dolama sən canın. Mən də hər dəfə belə söhbətlərimlə sənin qanını qaraldıram. Bir də görüm işlərin necə gedir? Minimumları nə yerdədir? Pis deyil, ikisini vermişəm. Qalıb xarici dil. Onu da hazırlaşıram. Çətindir, yaman əziyyət çəkirəm. Özümü o qədər danlamışam ki, dərs keçəndə əməlli başlı fikir versəydik, indi də asan olardı. Hərəmiz 3-4 söz öyrənib başladıq bir-birimizi dolamağa. Saldıq zarafata. İndi də altını çəkirik. Adilə özünü sındırmaq istəmədi. Məşhur bir fars məsəli ilə fikrini izah etdi. Asudə mənəm, xər nə darəm, əz arpa saman, xəbər nə darəm. Yəni, asudəyəm ki, eşşəyim yoxdur, arpa saman dərdi çəkmirəm. Şükufə rəfiqəsinin ürəyinə toxunmaq istəmədi. Elə bir tərəfə baxanda düz deyirsən. Bu dissertasiya işi çox cəncəl məsələdir. O qədər get-gəli var ki. Adi plan nədir? Bir vərək kağız. 2 ayda vermişəm elmi rəhbərimə. Kişinin bu müddətdə 5 dəqiqə vaxtı olmayıb ki, plana baxsın, fikrini desin. Səndə də hövsələ gördüm ha. Niyə demirsən? Niyə tələb eləmirsən? Demək olur bəyəm. O günü bir balaca narazılığımı bildirdim. Kişi mindi cinatına. Elə eləmə ki, rəhbərliyimdən imtina edim, dedi. Hələ bunun çapı uzun dəsgahdır. Sağ olsun elsevəri. Yanına getmişdim. Dedi ki, çap məsələsi ilə sənin işin olmasın. Tək ki, sən əsər yaz, qalanı mənim boynuma. Məni elə həvəsləndirib ki, day nə deyim. Düz 1 saat məni buraxmayıb. Elə yaxşı məsləhətlər verib ki, bir fikir ver, gör nə deyir. Əsl alimə gərək cəmaat qiymət verə. Əsl alim, xüsusilə tarixçi gərək cəmaat arasında ola. Danışa, məqalələr yaza. Xalqa konkret məsələlərdə kömək eləyə. Bəziləri kimi dissertasiya yazıb müdafiə elə. Elmindən də heç kəs fayda görməsin. Əsərini də atsınlar arxivin bir küncünə. Vərəqləri qalsın sarala-sarala. Kant demişkən, ölginən şey özündə. Adilə onun sözünə qüvvət verdi. Seydəzim də alimi bəyənməllərə yaman deyib. Hanı millət üçün sərəncamın, yerə girsin o müctəhid namın. Bir anlıq sükutdan sonra pıçıltıya bənzər bir ifadə ilə əlavə etdi. Elsevər yaxşı oğlandı Şükufə, xeyirxaxdır. Şükufənin iynəsi tikiş tutdu. Axır ki, gəldim mən deyənə. Mən elə əzəldən də sən deyəni demişəm. Mən həmişə demişəm ki, Elsevər ağıllı oğlandı. Görmək istərdinmi? Yox, istəmirəm onunla qarşılaşım, danışa bilmərəm. Görəsən necədir? İşi, gücü. Söz var ki, redaktor müavini qoysunlar. Çox yaxşı olar, layiqdir. Lap redaktorluğa da layiqdir. Hər ikisi susdu. Adilənin xəyalı bir anlığa tələbəli illərinə uçdu. Qayğısız, sərbəst, asudə tələbəli illərinə. Elsevərin yazıq görkəmi, yalvaran baxışları gəlib onun gözləri önündə dayandı. Adilə qeyri-ixtiyarı soruşdu. Görəsən evlənməyib ki? Yox, evlənməyib.
O gün zarafata salıb soruşdum. Dedim, nə vaxt sənin sərbəstliyini əlindən alırıq. Sümüyüm curtuşa gedir. Yaman oynamaq istəyirəm. Tutuldu, qaraldı. Zorla gülümsəyib cavab verdi ki, mən hələ tələbəlik illərinin müqəddəs xatirələri ilə yaşayıram. Adilə qəhərləndi. Elsevər yaxşı oğlandı şükufə. Ən böyük xoşbəxtliyə layiq oğlandı. Adiləni Elsevərə münasibətdə qınayan şükufə fürsət tapan kimi hücuma keçdi. Nə olsun yaxşı oğlandı. Sən ki onun yaxşılığını qiymətləndirmədin. Köhnə yaralara təzələmə şükufə. Köhnə xatirələri vərəqləmə. Onların müqəddəsliyinə, saflığına toxuna bilərsən. Ürəyin sarı siminə kobudluqla vurulan hər bir mizrab onu qıra bilər. Yalvarıram sənə. Məni qınama. Sən ki hamısını bilirsən. Mən onu istədim. Ancaq sevə bilmədim. Sevdimsə də yalnız qardaş kimi, əziz bir insan kimi sevdim. Bir atanın, bir ananın övladı kimi. Mən başqa cür hərəkət edə bilməzdim. Mən indi də Elsevəri gözəl bir insan, mehriban bir dost kimi xatırlayıram. Tələbəlik illərinin ən yaxın həmdəmi kimi. Mən ürəyimi zorlaya bilməzdim şükufə. Adilənin qəlbindən odlu bir ah qopdu. Dodaqları titrədi. Görəsən o mənim haqqımda nə fikirdədir? Mənə nifrət mi edir? Axı mən buna layiqəm. Sən nə danışırsan? O indi də səni böyük ehtiramla xatırlayır. Hər dəfə məni görəndə soruşur. Görəsən yaxşı mı dolanırlar? Söz sovları olmur ki. Bəs sən nə cavab verirsən şükufə? Deyirəm ki, yaxşı dolanırlar, mehribandılar, xoşbəxtdilər. Elə bilsə yaxşıdır. Sonra nə deyir? Nə deyəcək? Sənin işləməməyinə təəssüf edir. Deyir, elə bir istedadlı jurnalistin bekar qalması cinayətdir. Onlar söhbət eləyə-eləyə təzəcə gəlib evə çatmışdılar ki, qapının zəngi çalındı. Gələn Həmzə idi. Qaşqabağı yerlə gedirdi. Şükufəyə ağızcı da olsa salam verməyib yataq otağına keçdi. Adilə elə bildi ki, paltarını dəyişib çıxacaq. Gəlmədi. Adilə onun arxasınca keçdi. O soyunub yatağına girmişdi. Ayıbdır Həmzə, şükufədən ayıbdır, dur geyin. Başım bərk ağrıyır. Adilə əl-ayağa düşdü. Dərman vereyim? Yox, dərmanlıq deyil. Elə isə qalx. Adilə onu güc bala ilə yatağından qaldırdı. Həmzə geyinib bu bir otağa keçdi. Yas yerində necə salam verərlərsə, o da şükufəyə başını ehmalca tərpətməklə salam verdi. Qazbekini çıxarıb stolun üstünə atdı. Yandırıb acgözlüklə sümürdü. Astadan külqabı deyə əmr etdi. Adilə mətbəxdə olduğu üçün bunu eşidə bilməzdi. Şükufə gətirdi. Həmzə baş sağlığı verirmiş kimi başını fikirli-fikirli yırğaladı. Araya dərin, üzücü bir sükut çöktü. Nə şükufə bir söz soruşur, nə də Həmzə dinirdi. Adilə çay gətirdi. Stəkanın birini şükufənin, o birini də Həmzənin qabağına qoydu. Həmzə əlinin dalı ilə stəkanı kənara itələdi. Nə olub sənə? Doğrudan nə olub? Heç nə. Kör deyil amma, görürəm nəsə olub. Həmzə zorla gülümsədi. Dedim, heç nə olmayıb. Adilə yana-yana dedi. Pahat ondan. Elə bil yad adamıq. Qaraçı köçündən qırılıb qalmışıq. Bir qarnıyın dərdini de, biz də bilək də. Şükufə də özümüzünküdür. Şükufə getmək istəyirmiş kimi yerində qurcalandı. Əgər gizlidirsə, mən gedə bilərəm. Həmzə yarı könül etiraz etdi. Niyə gedəsiniz? Əksinə, eşitsəniz yaxşıdır. Yaxşıdır biləsiniz ki, sizin canciyəriniz necə namərdlik eləyib. Bizim canciyərimiz? Deyə şükufə soruşdu. Bəli, sizin canciyəriniz. Bizim, yəni kimin? Hər ikinizin. Hər ikimizin? Həmzə səsinin ahəngini qaldırdı. Bəli, hər ikinizin. Hər ikinizin peyğəmbər bildiyiniz Elsevər. Elsevər neyləyib ki? Deyə şükufə təlaşla soruşdu. Canına dərd eləyib, bir də vərəm. Namərd oğlu namərd. Palan içi tökür. Məndən keçənlərin hayfını almaq istəyir. Şükufə özünü saxlaya bilmədi. Elsevər namərdlik eləməz Həmzə. Namərdlik eləməz, ancaq əclaflıq eləyər. Adilə söhbətə qarışdı. Burada nəysə bir anlaşılmazlıq var. Həmzə hirsli-hirsli əlini yellədi. Bəsdirin salla. Az tərifləyin bu samanatdan su yeridəni. Çöp altda dəyirman tükəni. Daha nə bilim, nəyi, kimi? Nə olub axı? Neyiniyib axı? Məqalə yazıb. Qəzetdə çıxar oxuyarsız. Adilə təşvişə düşdü. Səndən yazıb? Həmzəni od götürdü. Papirosu külqabına basıb ayağa qalxdı. Yox bir,
Həmzə ölmüşdü. Dəvə ölü olsa da, dərisi bir eşçəyə yüktü. Həmzə əhvalatı açdı. Qızılbulaq əhvalatına danışdı. Səfanın telegram vurmasını, Elsəvərin rayona göndərilməsini. Axırda da əlavə etdi. Məni müdafiə eləmək əvəzinə, mən dediyimi təsdiq eləmək əvəzinə, gedib bütün işləri körləyib. Şükufə çiynini tulladı. Mən inana bilmirəm ki, Elsəvər elə kiçik hisslərlə yaşasın. Həmzə daha da qızışdı. Yox, Elsəvər kiçik hisslərlə yaşamaz. O böyük ideallar uğrunda vuruşur. Həqiqət, ədalət naminə. Adilə məsələni aydınlaşdırmaq məqsədi ilə soruşdu. Bəlkə elə vəziyyət olub ki, səni müdafiə edə bilməyib. Özün de, bu məsələdə sənin günahın olub ya yox? Həmzə əlüstü cavab verdi. Zərrəcə olmayıb. Axı günah deyəndə gərək obyektiv şəraitdən çıxış edəsən, havaşünas olasan. Mən dağ boyda kişini ölü, arxasız bir traktorçunun ayağına verə bilməzdim. Aslanı tülküyə boğdura bilməzdim. Adilə çox astadan, mülayimliklə dedi. Mən isə fikirləşib görürəm ki, bu məsələdə sən tamamilə haqsızsan. Haqsızam? Bəli, haqsızsan. Mən bunu əvvəldən bilirdim. Komandirovka pulunu cibində qaytarandan ürəyimə dammışdı. Söhbət traktorçuluqda, sədrlikdə deyil. Söhbət əsl həqiqətin kimin tərəfində olmasındadır. Görünür, Elsəvər məsələyə səndən obyektiv yanaşıb. Həmzə bomba kimi partladı. Balam, mən də gedib düşməni orada-burada axtarıram. Sən demə düşmən ocağımın başındaymış. Yaxşı, indi görsün mən onun başına nə oynaçıram. Aramızda olub keçənlərin hamısını redaktora yazacağam. Yazacağam ki, köhnə palançı tökür. Sevgilisini əlindən çıxartdığıma görə məndən intiqam alır. Səni də, Şükufəni də şahid göstərəcəm. Adilə lap yumşaldı. Yalvarırmış kimi Həmzəyə dedi. Bir yaxşı-yaxşı fikirləş Həmzə. Axı bunların mətləbə nə dəxli? Necə yəni nə dəxli? Yolluğun biri məni obyektiv olmamaqda təqsirləndirsin, məni biabır eləsin. Mən də ağzıma sualı baxım. Mən də istərdim ki, sən mübarizə olasan. Prinsipin yolunda mərdliklə vuruşasan. Ancaq mübarizə, prinsipiallıq o zaman şərəflidir ki, sən nə üçün vuruşduğunu bilirsən. Haqqı, ədaləti müdafiə elədiyinə qəlbən inanırsan. Sənsə belə bir mənəvi dayaqdan, belə bir təməldən məhrumsan. Səninsə açıq-açığına ərinin əleyhinə getməyin, Elsəvəri qızğınlıqla müdafiə etməyin üçün böyük mənəvi əsasın var. Eləmi? Həmzə, təhqirə keçmə. Mən Elsəvəri deyil, həqiqəti müdafiə edirəm. Həqiqət isə qızıl parçası kimidir. 100 il torpaq altda qalsa da öz qiymətini itirməz. Həmzə meydan oxuyurmuş kimi son sözünü dedi. Bir sən qızılsan, bir də Elsəvər. Hələ onun köhnə pərəstişkarı Şükufəni demirəm. Şükufə təhqirə dözməyib ayağa qalxdı. Xudafiz, gecəniz xeyri qalsın, deyib çıxdı. Adilə onun arxasınca qaçmaq istədi. 2-3 addım atıb dayandı. Həmzəyə tərəf döndü. Sən nə qəribə adamsan? Qızın xətrinə niyə dəydin? Həmzə bütün gücü gəldikcə bağırdı. Rədd ol gözümün qabağından. Elə bil ki, Adilənin başına bir qazan qaynar su tökdülər. Gözlərini qaranlıq çöktü. Heç bir söz demədən mətbəxə keçdi. Fikirli-fikirli gəzindi. Nə etməli? Bu sual bir ay yaxın idi ki, Adilənin beynində dolanırdı. Həmzənin xasiyyəti get-gedə tündləşir. Bugün rədd ol gözümün qabağından deyən adam, sabah da rədd ol çıx evdən deyə bilər. Axı nə üçün Həmzə belə eləyir? Adilə bu fikirlər içərisində əlinə keçən qəzetin 4-cü səhifəsinə baxdı. Boşanma elanına gözü sataşdı. Boşanmaq. Bu söz hələ ali məktəbdə oxuyandan Adiləyə çox qəribə gəlirdi. O nədənsə boşanmaların səbəbini qadınlarda görürdü. Həyatda qəribə qadınlar var, fikirləşirdi. Hər şeyi söz eləyirlər. Ay nə bilim, kişi 5 dəqiqə işdən gec gəldi. Ay nə bilim, filan kəsə baxdı, bəhmə kəsə söhbət elədi. Yox, günah qadınlardadır. Yaxşı qadın həyatını elə qurar ki, kişisi ondan zərrəcə narazı olmaz. Bəs indi? Bəs nə üçün Adilə bunu bacarmır? Bəs nə üçün Həmzə ondan narazıdır? Axı onlar əvvəllər bir-birlərini sevərdilər. Özü də yüksək məhəbbətlə, hərarətlə, ehtirasla sevərdilər. Sən adi qız deyilsən, Adilə. Göylərdən enmiş mələksən, pərisən. Mən səni həyatımın sonuna qədər sevəcəyəm. Bütün həyatım boyu sənə sadiq qalacağam. Deməli, bunlar hamısı boş sözlər imiş.
ani ehtirasın təsiri altında sayıqlamalar imiş. Yox, belə deyildi. Həmzə məni sevirdi. İndi də sevir. İlk sevgimizin məhv olmasına, məhəbbətimizin nakam olmasına yol verməyəcəm. Həmzəsiz mənə həyat heçdir. Kimsəsiz bir boşluqdur. Adilə əsəbliklə qəzeti qırağa tulladı. Gəzindi. Qəzetə baxmaqdan qorxurmuş kimi bir də nəzərlərini o tərəfə çevirmədi. Yataq otağına keçdi. Həmzə yatmışdı. Yorğan üstündən sürüşüb düşmüşdü. Adilə əyilib yorğanı düzəltdi. Çarpayının yanındakı stulda oturub, gözlərini Həmzənin nəfəs aldıqca qalxıb enən tüklü sinəsinə, qüvvətli qollarına, zil qara saçlarına zillədi. Həmzənin saçında bir ağ tük gördü. Əgər Həmzə ayılmasaydı, Adilə ərinin saçları arasında yad şey kimi görünən bu ağ tükü çəkib çıxarardı. Axı o, Həmzənin qocalmasını istəmirdi. Adilə ehmalca əlini uzadıb Həmzənin saçını, sinəsinin tüklərini oxşadı. O yatanda necə də gözəl, necə də mehriban olur. Nə qaş-qabaq, nə acı söz. Üzünə toxunan ilıq nəfəs Həmzəni oyatdı. O yarı yuxulu halda qollarını açıb Adiləni qucaqladı. Onların nəfəsləri bir-birinə qarışdı. Adilə ərinin elini sinəsinə sıxıldı. Elə bu zaman onun ürəyindən bir his keçdi. Ah, mehribanlıq, səmimiyyət, sən nə gözəl nemətsən. Kaş Həmzə həmişə belə olaydı. Adilə yataqdan çox məmnun halda qalxıb yırğış etməyə başladı. Həmzə hələ də yatırdı. Adilə onun səliqəsiz şəkildə çarpayının başına atdığı şalvarını götürüb ütüləmək istədi. Ciblərini boşaltdı. Kiçik cibindən 2 kino bileti çıxdı. Adilə biletin tarixinə baxdı. Tarix dünənki idi. Saat 7, Nizami kinoteatrı. Qadın diksindi. Bu ola bilməz. Dünən Həmzə iclasda olmuşdu. Bəs bu bilet hardan? Deməli Həmzə məni aldadıb, kiminləsə kinoya getmişdi. Görəsən kiminlə gedib? Bunun nə fərqi var? Mətləb budur ki, o yalan satmışdı. Məni aldatmışdı. Birdən onun qəlbində Həmzəyə qarşı elə qəzəb oyandı ki, istədi silkələyib onu ayılsın. Biletləri göstərib desin, heç utanırsan. Adilə bir addım irəli yeridi. Birdən sanki qüvvətli bir əl onu tutub saxladı. Nə edirsən Adilə? Belə hərəkət dava-dalaşla, səsküylə nəticələnə bilər. Axı hələ sizin evdən dava-dalaş səsi eşidilməmişdi. Ümumiyyətlə, Adilə Həmzənin soyuq münasibətini hamıdan gizlədirdi. Heç kəsə onun pisliyi, bəd hərəkətləri haqqında danışmırdı. Əksinə, onu hər yerdə elə tərifləyir, elə ağız dolusu danışırdı ki, hamı onların ailəsinə həsəd aparır. Xoşbəxt olun, qoşa qarıyın deyərdi. Adilə yenə susmağı üstün tutdu. Həmzənin cibindən çıxardığı biletləri isə onun həmişə işə apardığı qovluğun üstünə qoydu. O bu məsələni də ürəyinə saldı. Açıb ağartmadı. Bunların hamısının yalnız bircə səbəbi vardı. Adilə Həmzəni sevirdi. O Həmzəsiz yaşamağın mümkün olduğunu ağlına belə gətirə bilmirdi. Həmzədən ayrılmaq barədə düşünmək belə istəmirdi. O ilk məhəbbətinin puç olmasına dözə bilməzdi. O özünü inandırmağa çalışırdı ki, Həmzənin bu hərəkətləri təsadüfidir, keçicidir. Gec-tez öz yoluna düşəcəkdi. Adilə işığı söndürüb, çarpayısına uzandısa da yata bilmədi. Həmzə səhər işə gedəndə gözləri biletlərə sataşdı. Deməli, başa düşüb, fikirləşdi. Adilənin bu hərəkəti ona çox ağır gəldi. 100 danlaqdan, 1000 söyüşdən də ağır. Qəribə insandı, deyə öz-özü ilə danışmağa başladı. Bunun ürəyi nə qədər genişdir, nə qədər dözümlüdür. Amma mən bunu qiymətləndirmirəm. Gərək elə o axşam kinoya gedəydim. Özü də bir qızla. Görəsən tanış bilişlərdən görən olmadı ki. Gərək ki, qız küçədə qoluma da girmişdi. Mən lap ağ eləyirəm. Bir gör Adiləni kimin ayağına verirəm. Bunun hamısının baisi içkidir, araqdır. İçirəm, başım qızışır. Elədiklərimi bilmirəm. Hərəkətlərimdən xəbərim olmur. Sonra da peşmançılığını çəkirəm. O axşamki içmirəm. Səhəri yerimdən quş kimi sıçrayıram. İdman eləyirəm, yaxşı yeyirəm, keyfim saz olur. Çox gözəl bir əhval-ruhiyyə ilə idarəyə gedirəm. Həmin gün yaxşı da işləyirəm, əsəbləşmirəm. Elə ki, axşam çox içdim. Arağı kanyaka,
Konyakı çaxıra qarışdırdım. Gəl mənim səhərki halıma bax. Yuxudan oyana bilmirəm. Gözlərim qeyri-ixtiyari qapanır. Ürəyim çaydan başqa heç bir şey istəmir. Bütün günü süst oluram. Elə bir xəstiyəm, fikirliyəm, yuxuluyam. Əlim işə qalxmır. Nəfəsim tıncıxır, darıxıram. Belə hallarda özümü nə qədər danlamışam. Qəti qərara gəlmişəm ki, bir də içməyəcəm. Amma yenə içirəm. Biri bir yerə çağırdı mı, etiraz etməyə qüdrətim çatmır. Nəmnüm eləyən, vacib işim var, məni bağışlayın deyin günlərim olur. Ancaq tez yumşalıram. Xahiş etdilərmi? Üz vurdularmı? Qurtardı. Hər dəfə də məclislərə gedəndə özümə möhkəm söz verirəm. Yaxşı, indi ki gedirsən, möhkəm deyəm. Nə qədər təkid etsələr, az iç. Heç olmasa bunu bacarırammı? Yox, bacarmıram. 100 qram araqdan sonra hər şeyi unuduram. Verdiyim sözü də, içdiyim andı da. Sonra da qəribə hadisələr baş verir. Aylanda özümün inanmadığım, inana bilmədiyim hadisələr. Bilet məsələsi mənə ölümdən betər oldu. Zalimin qızı bu barədə bircə kəlmə də demədi. Necə demədi? Bəs bileti qovluğun üstünə qoymaq söz demək deyildi. Ayıbdır Həmzə. Elə bilmə ki, hərəkətlərindən xəbərim yoxdur. Bir fikirləş, gör nə eynirsən. Mən dinmədim, amma dinə də bilərdim. İstəyirəm, özün başa düşəsən. Hərəkətlərindən utanıb xəcalət çəkəsən. Yox, gərək içməyəm. Az içəm. Həmzə artıq redaksiyaya çatmışdı. Onun fikirləri belə idi. Bəs hərəkətləri? Günlər keçir, hər yeni gün özü ilə yeni hadisələr gətirirdi.